Ləman Vəliyevanın ölüm xəbəri yayıldı. Belə ki, tanınmış tiktokerlərdən birisi olan Ləman Vəliyevanın ölüm xəbərinin yayılması bir çox fan səhifələrini təşvişə salıb. Tanınmış jurnalistlərdən birisi öz TikTok səhifəsində Ləman Vəliyevanın kirayədə yaşadığı evində ölü tapıldığı bildirisini yaydıktan sonra bütün fan səhifələri bunun tiktoker Ləman olması ilə bağlı təşvişə düşüblər. Sizlərə həmən kadrları təqdim edirəm. Salam değerli izleyiciler, 1 iyun 2025-ci il Bakıda Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib. 2004-cü il təvəllüdlü Ləman Mehman qızı Vəliyeva kirayədə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib. Onu Hamı narahat idi. Bilirəm, sabah indi gecdi, canım çox keşfete düşmədi. Sabah açıb məlumat verəcəm saat 12-də. Yine onu bilirəm ki, pis olmuşdu. Ha, pis mənə qədər zəng gəlirdi bayaqdandan. Kimler zəng vurmuşdu yeməliyi? Bir də mənim ekran kayıtlarımı paylaşan var. Uşaq diye 17-18 yaş var. Orijinal TV. Onun biraz ürəyi xəstədir. Sən gelib ki, ürəyi məsir bayaqdandan qorxdum, sizə nəsə olub. Tumal polu yaxşıyam. Fərqanə buradan. Çox adam yığmışdı. İzləyicilər çox yığmışdı. Mən heç o qədər bir fikir vermədim ona. Zənglər çox olana sonra düdüm görüm bu nədir belə. Girdim, baxdım ki, başlıq paylaşılıb Ləman 41. Allah özümə yetirir falan da reklam. Sən ölürüm. Ağladım, ne şunan kız. Burası başlığı ne şöyle paylaşıp bilmədim. Başlığı ilə paylaşmıyor əslində indi. O 5 il sözü bilmir mən familiyam odur. Kızlar oxşar əsin bir kariyə bir dənə tıkı çıxaldaq da. Reyting daha da qalxdı. Mənim reytingim. Kimi deyirsən? Bekledik ama değdi. Prosto ona necə inandınız, mən çatmadı ya. Tıklayaq qızlar, canlı oxşar əsinə paylaşaq. Bir dənə görə bəlkə düzəldi az. Düşmür ya keşfete. Opşi genel bakış 12K keşfetdəyik. WhatsApp'a gelen zeyler ama mesajları görmürəm. Yazırsınızsa görmürəm. Çünkü WhatsApp'da olursa telefon söyledi, elə canlaşdırımdadır. Kırmızı da zoğal rengi elədim. Salam aleyküm, salam. Kırmızı astronim yoxdur, pek alıq. Bir açdım ki, size diyeyim ki ben değilim. Birinci gündən mən çox açmıram, mənim astronim birinci gün olmur. İt nəfsində oluram. Günüm pis keçir, bütün gün dalaşıram, enerjim sıfır. Yani birinci gün bilirsiniz ki ben değilim. İkinci gün 12'ye geçen gece başka. Siz bilirsiniz, ben birinci günde çok canlı açmıram, yani benim izleyicilerim bilir. Salam. Çok pis keçir də, çok pis. Çok pis keçir. Allah haqq, çok ağır keçir mənim üçün. Sabah necə keçirdəcəm bilmirəm. Qız bürc. Deyirəm, hər şey yaxşı olacaq, amma negativ gündür də. Tək bəlkə o çoxları üçün birinci gün ağır gündür. Burada sana işənir. Fikir vermə də. Baba bir yaxdan eyni sözü yazırsan, dostum Qunduz. Niye eyni sözü yazırsan? Niye eyni sözü yazırsan bala? 2004'dən mən. 2014'te yoxsa 4'te. Başlığı da elə paylaşıblar. Allah söz soxla. Dəli oldunuz, həqqi qoxdunuz. Merhaba. Kızlar. Ben iyiyim ya. Danış. Batır kazandı. Nasılsın? Vuracağım ben ne Bu diyorsun? saçını niye vermişsən?
Bugün. Başla saçacaq yaxşı. Saç yerçinləri də var. Kızlar çok narahat oldu ha mənə görə. Mənə kimlər yığmışdı? Ay Allah, ay Allah. Şok da şok. Neçəsi yığıb deyib paraliz keçirdirik burada. Ha bunu yığmışsan saçı pırtlaşıb kızım. Mən yığmamışam. Yığmışsınız. Deyən görüm Bu uşağı. yığım. Vallahi ağladım. Az mən 2014'əm ağlayırsan. Mən 92'yəm. Mənim atamın adı Tevfik. Bu şey, o bu şey salandır. Atasının adı neydi o? Yaşayırmış ki bu. Pis oldu. Fərqanə oyadı belə məni yox. Onu göstərmə lazımdır. Çək olar o tarafa. Mənim kimi zirzibilvi gətirib tökmə bura. Hanım onun şeyi? Очень приятно познакомиться с вами. Как тебе? поиграем Ay вместе. kız, mənə söz deyirəm aşkım, bura gəl. Bura gəl. Mən söz deyirəm sənə mama qurban. Birini də doğdum qızlar. Очень шумно. Нет, Ничего не спокойте, слышно. да? Пожалуйста. Бак, как дела? Отлично. Спасибо. Как тебя зовут? Как тебя зовут? Меня зовут Белла. Я умею разговаривать. Я могу быть твоим другом. Какая красивая девушка. Потише, пожалуйста. Не разговаривайте громко. Хорошо. У меня сегодня хорошее настроение. Очень рада тебя Хороший, видеть. хороший. Mahnı oku mahnı. Mahnı oku. Antoşka, Antoşka. Kızlar gör ne geçeyinde. Mahnı okur da okumadı. Bu soska sana ona kurban. Kırıldı. Ay kızlar ben hiç sanmıyorum, narahat olmuyor. Narahat alıblar içəncə. Şey, Donur abimdən şeydi, başa düşmürəm. Yazılar da dona gedir. Yaşayışı və zəngilə gör hardadır? Sənin kişiliyi bıraxdığın yerdə. Kişiliksiz. Buna gedib özü və zəngilə gör kişiliyin hardadır? Yaxşı ki, yaman TikTok'da bir söz işlədi. Ged özü və zəngilə gör hardasan. Qaşıq qaldaq. Qoyaram cırıq-cırıq olarsan Allah hamd olsun. Evdə fərə çöldə kələ. Bildim ki ölmərsən. Ölsün sən belə canım. Gəncəyə bilmirəm ki, Gəncəyə yolum hələ ki fikrim yoxdur. Nə bilmirəm. Reklamda da olsa gedərəm. Canlılıq şahisi bayrı deyən bir milyon etika. Özüdür. İndi onu hardan açıb mən məsəl üçün canlıda olanda bildirişlər gəlsin mən yuxarıda mesajlar. Sabah günəldəyəm. Bu kimdirsə sərdən 50 dəfə mənə istəyə atır. 50 dəfə buna adımı verir, getmir. Reklamla bağlı direktə.